Salam, hörmətli izləyicilər. Bugün 7-ci sinif səviyyəsində sürət, düz xətli bərabər sürətli hərəkət, nisbi sürət, həm üfüqi yolda, o cümlədən çayda nisbi sürətin tapılması və qatar tunel məsələləri haqqında müəyyən qədər izah verəcəm. İlk növbədə başlayırıq sürətdən. Sürət iki cür olur. Bir var yola görə sürət. Yola görə sürət dedikdə gedilən yolun bu yolun gedilməsinə sərf olunan zamana nisbətinə deyəcəyik yola görə sürət. Sürət V hərfi ilə işarə olunur. Yol skalyar kəmiyyət olduğuna görə yola görə sürət də skalyar kəmiyyət olacaq. Sürətin vahidini düsturundan çıxarsaq, V bərabərdir. Yolun vahidi metrdir. Zamanın vahidi saniyədir. O zaman sürətin vahidi olacaq 1 metr bölünsün saniyə. Ani sürəti ölçən cihaz spidometr adlanır. Spidometr ani sürəti ölçür. Amma biz onun vahidinə baxaraq sürəti ölçən digər cihazları da tapa bilərik. Yolu ölçərik ölçü lenti ilə, zamanı ölçərik saniyə ölçənlə. Buradan L-i tapsaq, L bərabər olacaq V vurulsun T-yə. T-ni də tapsaq, L bölünsün V-yə. T də zamandır, L də gedilən yoldur. İkincisi isə yer dəyişməyə görə sürətdir. Yer dəyişmə nə idi? Hərəkətin başlanğıc və son nöqtələrini birləşdirən vektora deyirdik ki, yer dəyişmə. Yer dəyişmə özü vektorial kəmiyyətdir. Ona görə yer dəyişməyə görə sürətdə vektorial kəmiyyət olacaq. Vektorial kəmiyyətlərin üzərində vektor işarəsi qoyuruq. Yer dəyişmənin bu yer dəyişməyə sərf olunan zamana olan nisbətinə deyəcəyik yer dəyişməyə görə sürət. Yola görə sürəti deyəndə yolu hesablayıb zamana böləcəyik. Yer dəyişməyə görə sürət deyəndə yer dəyişməni hesablayıb zamana böləcəyik. Buradan S-i tapsaq, V vurulsun T, T-ni də tapsaq, S bölünsün V olacaqdır. Yola görə sürət 0 olmur. Niyə? Çünki yol 0 olmur. Amma yer dəyişməyə görə sürət 0 ola bilər. Nə zaman 0 olar? O zaman ki, yer dəyişmə 0 olar. O zaman yer dəyişməyə görə sürət də 0-a bərabər olar. Gəlin, indi bunu nümunələr üzərində işləyək. Çevrə üzrə hərəkətə baxaq. Çevrəni 4 bərabər hissəyə bölürəm. Çevrənin mərkəzi nöqtəsi o. Çevrənin radiusu. Bilir ki, çevrənin uzunluq düsturu 2pi r-ə bərabərdir. Hesab edək ki, cisim A nöqtəsindən hərəkətə başlayıb, saat əqrəbi istiqamətində çevrədə 3 tam dövr edib. 3 tam dövr edibsə, o zaman gedilən yol 3 vurulsun 2pi r olacaq. Yəni 6pi r olacaqdır. Yer dəyişmə isə 3 tam dövr o deməkdir ki, A nöqtəsindən başlayıb, yenidən A nöqtəsində tamamlayıb. Bir dəfə fırlanıb, 2 dəfə fırlanıb və nəhayət 3 dəfə fırlanıb, yenidən A nöqtəsində dayanıb. O zaman yer dəyişməmiz bərabər olacaq 0-a. Yer dəyişməmiz 0-dırsa, yer dəyişməyə görə sürətimiz də olacaq 0. Amma yola görə sürəti desə, yolu böləcəyik zamanı. Yəni 6pi r-i böləcəyik sərf olunan zamanı. İndi başqa bir nümunəyə baxaq. Hesab edək ki, cisim A nöqtəsindən B nöqtəsinə gəlib, trayektoriyası A-dan B-yədir və A-dan B-yə gəlmək üçün 2 saniyə zaman sərf edib. Radiusumuz da olsun 3 cm. P-nin də qiyməti bizə veriləcək 3-dür. İlk növbədə yolu tapaq. Görürük ki, bu çevrənin nə idi? Yarısıdır. Yəni pi r-dir. P-nin qiyməti 3, r-in də qiyməti 3. Eləcək 9 cm. İndi yola görə sürəti tapaq. V bərabərdir. L bölünsün T. 9 cm-i böləcək T-mizdə 2-dir. 2 saniyəyə 4,5 cm bölünsün saniyə. Bunu metr saniyəyə də çevirə bilərsiniz. 0,1-ə vuraraq.
Yer dəyişməni tapaq. Yer dəyişməmiz başlanğıcda A nöqtəsindəyik, sonda B nöqtəsindəyik. A ilə B-ni birləşdiririk. Yer dəyişməmizin istiqaməti də cənuba yönəlib. Qiyməti də 2 yerə bərabərdir. 2, yerimiz də 3-dür. 6 sm. Onda yer dəyişməyə görə sürəti tapanda yer dəyişməni böləcəyik zamanı. Yəni 6 sm böləcəyik 2 saniyəyə. Bu da bizə verəcək 3 sm bölünsün saniyə. İndi keçək düz xətli bərabər sürətli hərəkətə. Addan göründüyü kimi trayektoriyamız düz xətlidir. Sürətimiz isə bərabərdir. Sürət vektorial kəmiyyətdir. Onun həm ədədi qiyməti var, həm də istiqaməti var. Baxın, indi bir düz xət üzərində hərəkət edirik. A nöqtəsindən B nöqtəsinə gəlmişik. Bunu 3 hissəyə bölək. Bütün hissələrdə yollar hesab edək ki, 20 metrdir. Və A-dan bu nöqtəyə gəlmək üçün sərf edib 10 saniyə. Bu nöqtəyə gəlmək üçün də 10 saniyə sərf edib. Və nəhayət B nöqtəsinə gəlmək üçün də 10 saniyə sərf edib. Birinci hissədə sürəti tapsaq, B bərabərdir L bölünsün T düsturuna əsasən 20-ni 10-a böləcəyik 2. O cümlədən burada da tapsaq 2, burada da tapsaq 2. Göründüyü kimi sürətin həm ədədi qiyməti dəyişmir. Eyni zamanda fikir verirsiniz, A-dan B-yə gələndə həm də onun istiqaməti dəyişmir. Kəmiyyətin həm ədədi qiyməti, həm də istiqaməti dəyişmirsə, onda yazarıq ki, V bərabərdir konstant. Konstant sözünün mənası sabit deməkdir. Yəni, sürət dəyişməyəcək də zaman keçdikcə. Əgər sən 60 ilə hərəkət edirsənsə, üzərindən 5 saatda keçsə, yenə də 60 ilə hərəkət edirsən. Burada bir məsələyə toxunacağım. Məsələn, cisim 3 saat yolda olub. Yazaq bura 1 saat. Burada yazaq 1 saat. Burada yazaq 1 saat. Birinci saatda 60 kilometr gedib, ikinci saatda da 60 kilometr gedib, üçüncü saatda da 60 kilometr gedib. Burada mənə desə ki, cisim 1 saatda nə qədər yol gedib? Deyəcəm 60 kilometr. Bəs 2 saatda nə qədər yol gedib? 2 saatda deyəcəm əlbəttə ki, 120 kilometr yol gedib. Bəs ikinci saatda nə qədər yol gedib? İkinci saat deyirsə, artıq sırf ikinci saata baxacam. İkinci saatda 60 kilometr yol getmişdir. Sürətin vahidi bayaq qeyd etdiyim kimi metr bölünsün saniyədir. Metr bölünsün saniyə özü törəmə vahiddir. Amma bizim sistemdən kənar vahidlərimiz var. Kilometr bölünsün saat. Bunu necə çevirərik? 1 kilometrimiz 1000 metrdir. 1 saatımız da 3600 saniyədir. İxtisar edirik. Qalır. Sürət və məxrəci də 10-a bölsəm 1 bölünsün 3,6. Demək, kilometr saatdan metr saniyə keçəndə 3,6-ya bölmək kifayətdir. Məsələn, yazıram ki, 54 kilometr bölünsün saat. 54-ü böləcəm 3,6-ya. Sürət və məxrəci vuraq 10-a ki, vergüldən azad olaq. 18-ə ixtisar aparaq 2. Burada da 30. 30-u da 2-yə böləcəyik. 15 metr bölünsün saniyə. Və yaxud da ki, 20 metr bölünsün saniyəni əksinə kilometr saata çevirmək istəyirəm. Kilometr saatdan metr saniyə keçəndə 3,6-ya böldümsə, indi tərsini eləyəcəm də. Vuracam 3,6-ya. Bu da edəcək 72 kilometr bölünsün saat. Başqa vahidlər də qarşınıza çıxa bilər. Məsələn, metr bölünsün dəqiqə. Metr bölünsün dəqiqəni metr bölünsün saniyəyə ilk öncə çevirərik, sonra kilometr saata çevirərik. Məsələn, 360 metr bölünsün dəqiqə. Metr əsas vahiddir. Metrlə işim yoxdur. 360
metr. 1 dəqiqənin yerinə 60 saniyə yazırıq. İxtisar edirik. Qaldı nə? 6 metr bölünsün saniyə. Və yaxud da 10.000 metr bölünsün dəqiqəni. Gəlin çevirək. Kilometr bölünsün saata. Unutmayın ki, burada yazılan rəqəm sürətindir. Yəni 10.000 metrə aiddir. 10.000 metrimiz 10 kilometrdir. 1 saatımız 60 dəqiqədir. 1 dəqiqəmiz onda 60'da 1 saata bərabərdir. Dəqiqənin yerinə yazacağım 1 bölünsün 60'da 1 saat. Onu 60'da 1'ə bölmək 60'a vurmaq deməkdir. Olacaq 600 kilometr bölünsün saat. Düzxətli bərabər sürətli hərəkətdə biz sürət zaman qrafikini də çəkək. Sürət zaman qrafiki dedikdə yuxarı sürəti yazırıq, aşağı zamanı yazırıq. Zaman keçdikcə sürətin qiyməti və istiqaməti dəyişməyəcək. Yazırıq V bərabərdir konstanta. Məsələn, uşaqlar, sizə belə bir qrafik veriləndə məsələdə yazılıb bura V, T. Bura yazılır 5, bura yazılır 10, bura yazılır 15. Xətti nəyin üstündən çəkiblərsə sizin sürətiniz 10'dur. Yəni sürətiniz burada 10. Əgər bura metr saniyə yazsaq 10 metr bölünsün saniyə. Birinci saniyədən də xət qaldırsaz görsəz sürətiniz 10'dur. İkinci saniyədən də xət qaldırsaz sürətiniz 10'dur. Üçüncü saniyədən də xət qaldırsanız sürətiniz yenə də 10'dur. VT qrafikində fiqurun sahəsi bizə gedilən yolu verir. Yəni bu nə deməkdir? Bir dənə VT qrafiki verilsin bizə. Bura yazılsın 20, burada yazılsın 6. Biz nə edəcəyik? Fiqurun sahəsini tapacağıq. Hansı fiqurun sahəsini tapacağıq? Qrafiklə TOX arasında qalan fiqurun sahəsi. Yəni bu fiqurun sahəsi bizə nəyi verəcək? Gedilən yolu verəcək. Fiqurun sahələrini də bilmək lazımdır. Bu fiqur düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapanda onun enini uzunluğuna vurmalıyıq. Eni 20, uzunluğu 6. Bizdə indi biraz enimiz, rəqəmimiz böyük olsa da 120 metr. Ola ki, bizə başqa bir fiqur verirlər. Bu artıq düz xətli bərabər sürətli hərəkət olmayacaq. Dəyişən sürətli hərəkət qrafiki çəkəcəm. Sadəcə fiqurları başa salmaq üçün çəkirəm. Belə bir qrafik verirlər bizə. Bura yazar 20, bura yazar 6. Yenə də neyinirik? Qrafik TOX. Arada qalan fiqur, bu fiqur düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapanda düzbucaqlını yarı bölürük də. Baxın. Düzbucaqlı AB-dirsə, düzbucaqlı üçbucağın sahəsi AB bölünsün 2 olacaq. A'mız 6, B'miz, baxın, burayla eyni. 20 bölünsün 2. 60 metr olacaq. Və ya başqa fiqurlar verilə bilər bizə. Trapesiyalar. V, T. Belə bir trapesiya çəkək. Bura yazaq 2, bura yazaq 5, bura yazaq 7, burada yazaq 10. Burada gedilən yolu tapmaq tələb olunur. İlk növbədə TOX-u və qrafik. Demək ki, arada qalan sahəmiz, baxın, buradır. Trapesiyanın sahə düsturu S bərabərdir. A üstə gəlinsin B, bölünsün 2, vurulsun H-dır. Gəlin görək A haradır, B haradır, H haradır. A ilə B oturacaqlardır. Baxın, trapesiya nəyin üstündə oturub? Bir oturacağı buradır. 0-dan 7-yə qədər. 7. Üstə gələk. Digər oturacağı buradır. Yəni 2 ilə 5-in arası 3. Bölünsün 2. Vurulsun. İndi hündürlüyə baxın. Trapesiyanın hündürlüyü baxın burada. Buna nə qədərdir? 10'dur. Vurulsun 10'a. İxtisar edirik. 5.
10, bu da edəcək 50 metr. Məsələn, belə bir qrafik verilsə bizə, desə ki, yola görə sürəti tapın, orta sürəti tapın və orta bərabərdir. Gedilən yolu tapdıq, 50 metr. Ümumi zamanımız da nə qədərdir? 7 saniyə. 50-ni böləcək 7-yə, bu da edəcək 7 tam 7-də 1 metr bölünsün saniyə. Daha sonra düz xətli bərabər sürətli hərəkətlə yekunlaşdıraq. Sonra keçək nisbi sürətə. Demək, VT qrafikini çəkdik belə. Yolun zamanı nasıl qrafikini də çəkək. L, T. Burada koordinat başlanğıcıdır. V bərabərdir. L bölünsün T düsturundan. L nəyə bərabərdir? V vurulsun T'dir. Əgər zaman keçdikcə sürət dəyişmirsə, konstantdırsa, o zaman artdıqca gedilən yolda nə olur? Artmış olur. Asılı qrafik olacaq, düz mütənasib asılıq. Nisbi sürət. İlk növbədə başlayaq üfüqi yoldan. Birinci, üfüqi yolda əgər iki avtomobil əksi istiqamətdə hərəkət edirsə, o zaman birincinin ikinciyə nəzərən nisbi sürətini tapanda 1-2 yazırıq. 2-nin 1-ə nəzərən nisbi sürətini yazanda 2-1 yazırıq. Əks istiqamətdə hərəkət etdikdə 1-in 2-yə nəzərən nisbi sürəti ilə 2-nin 1-ə nəzərən nisbi sürəti bərabər olur. V1 üstə gələr V2, dolur V1 üstə gəlsin V2. Əgər cisimlər əks istiqamətdə hərəkət edirsə, bu da əks istiqamətdir. Bax, bu da əksdir, bu da əksdir. Biri V1 sürətlə, digəri V2 sürətlə əks istiqamətdə hərəkət edirsə, o zaman yenə də nisbi sürəti tapanda 1-in 2-yə nəzərən nisbi sürəti 2-nin 1-ə nəzərən nisbi sürətinə bərabərdir. O da V1 üstə gəlsin V2-dir. Üçüncü baxırıq. Əgər cisimlər eyni istiqamətdə hərəkət edirsə, o zaman nə edirik? 1-in 2-yə nəzərən nisbi sürətini tapanda 1-dən 2-ni çıxırıq. 2-nin 1-ə nəzərən nisbi sürətini tapanda 2-dən 1-i çıxırıq. Gəlin buna aid bir nümunə işləyək. Demək, 1-in 2-yə nəzərən nisbi sürətini tapaq. 1-in 2-yə nəzərən nisbi sürətini tapanda nə edəcəm? 1-dən 2-ni çıxacam. Yəni 60-dan 40-ı çıxacam. Bərabərdir 20 metr bölünsün saniyə. Fikir verirsinizsə, sürətin qiymətini nə aldım? Müsbət aldım. Əgər sürətin qiymətini müsbət almışamsa, bura səhv etmirəmsə şərqdir, burada qərbdir. Ola bilsin ki, qarışdıra da bilərəm. Demək ki, nisbi sürətimin istiqaməti yekunda hansı tərəf olacaq? Şərqə tərəf olacaq. Amma 2-nin 1-ə nəzərən nisbi sürətini tapsam, 2-nin 1-ə nəzərən, o zaman 2-dən 1-i çıxacam. 2 çıxaq 1. 40-dan 60-ı çıxacam. Qalacaq necə? Mənfi 20 metr bölünsün saniyə. Mənfi 20 metr saniyə almışamsa, demək ki, nisbi sürətimin istiqaməti haradır? Qərbə tərəf yönəlmişdir. Bir də ola bilər ki, sürətlər perpendikulyar istiqamətdə olsun. Sürətin biri belə verilsin, digəri belə verilsin. Başlanğıc nöqtələrini qoyuruq bir yerə. 1-in 2-yə nəzərən sürəti deyəndə V1-dən V2-ni çıxırıq. Bu zaman vektorun istiqamətini 1-ə tərəf çəkirik. Baxın, bu olacaq 1-in 2-yə nəzərən nisbi sürəti. 2-nin 1-ə nəzərən nisbi sürətini tapanda 2-dən 1-ə çıxırıq. Bu zaman vektorun istiqamətin 2-yə tərəf qoyuruq. Bu vektorların çıxılma qaydasıdır. Bəs ədədi qiymətini tapanda nə edirik? 1-in 2-yə nəzərən nisbi sürətinin ədədi qiyməti 2-nin 1-ə nəzərən nisbi sürətinin ədədi qiymətinə bərabərdir. Kök altda V1-in kvadratı üstə gəlsin V2-nin kvadratı. İstiqamətini tapanda burada vektor işarəsini qoymaq lazımdır.
İndi keçək çayda nisbi sürətə. Çay məsələləri. Deyək ki, burada çayımız axır. Çayın sürəti 2 metr bölünsün saniyədir və sağa yönəlmişdir. Qayığımızın da sürəti 6 metr bölünsün saniyədir. Burada da bir müşahidəçi dayanıb. Yerdə bir müşahidəçi dayanıb. Bu qayığın müşahidəçiyə nəzərən nisbi sürətini tapdıqda biz edirik, qayıqla çayın sürətini toplayırıq. Yerdəki müşahidəçiyə nəzərən. Əgər deyirsə ki, qayığın durğun sudakı sürəti, bu qayığın öz sürəti deməkdir. Bu 6 qayığın ya durğun sudakı sürəti yazacaq, ya da yazacaq suya nəzərən sürəti. Qayığın suya nəzərən sürəti deyirsə, onun qayığın öz sürəti nəzərdə tutulur. Əgər qayıq çay istiqamətində hərəkət edirsə, biz qayıqla çayın sürətini toplayırıq. Əgər qayıq çayın əksinə istiqamətdə hərəkət etsə, o zaman biz yerdəki müşahidəçiyə nəzərən sürəti tapanda qayığın sürətindən çayın sürətini çıxırıq. Bu qayıq bu çaya elə bilin ki, üfüqi istiqamətdə daxil olub. Bir də ola bilər ki, qayıq çaya üfüqi istiqamətdə daxil olmasın, çaya perpendikulyar daxil olsun və yaxud müəyyən bucaq altında daxil olsun. Bəs o məsələlərdən neyinirik? Tutaq ki, bizim qayığımız çaya daxil olub. Baxın, bu istiqamətdə. Maylı daxil. O zaman biz artıq bu qayığın iki cür sürətinə baxacağıq. Bir x oxu üzrə sürətinə baxacağıq, bir də y oxu üzrə sürətinə baxacağıq. Mən indi buraya yazıram. Y oxu. Burada yazaq x oxu. Hesab edək ki, çayımızın da sürəti bir bölgüdür. Hər bölgünü də gəlin 1 metr bölünsün saniyə hesab edək. Burada iki hala baxacağıq. Birincisi, qayıq qarşı tərəfə nə qədər müddətə çıxar? Bir də qayıq qarşı tərəfə hansı nöqtədən çıxar? Mən qeyd edeyim onu. Qarşı tərəfə hansı müddətə çıxar? Birinci sual. Qarşı tərəfə hansı nöqtədən çıxar? Qarşı tərəfə hansı müddətdə çıxarı tapmaq üçün biz sürətin y oxu üzrə proyeksiyasına baxmalıyıq. Yəni y istiqamətində olan sürətə baxmalıyıq. İndi baxın, bu verilən sürəti biz y üzrə proyeksiyalasaq, baxın, y proyeksiyamız bu qədər olacaq. Qarşı tərəfə çıxmasını tapmaq üçün, çıxma müddətini tapmaq üçün t-niyə bərabərdir? L bölünsün b-dir. Baxıram, qarşı tərəfə çıxmaq o nə deməkdir? Yəni çayın eninə getməkdir. Çayın eninə bir L desəm, L-i böləcəm, onun hansı sürətinə? Y üzrə olan sürətinə, yəni v-y. Baxın, bir bölgü nə qədərdir? 1 metr saniyədir. Onda v-y-im nə qədər olacaq? 2 metr bölünsün saniyə. Hesab edək ki, çayın eni də 70 metrdir. Çayın enində 70 metr qəbul edək. O zaman t-ni tapmaq üçün nə edəcəyik? 70-i böləcəyik 2-yə, 35 metr bölünsün saniyə. İndi keçək ikinci sualımıza. Qarşı tərəfə hansı nöqtədən çıxar? Qarşı tərəfə hansı nöqtədən çıxmağını tapmaq üçün, baxın. Bu qayığın öz sürəti. Çayın da sürəti burada. Çayın sürət vektorunu gətirib qoyuruq bura. Sürətlərin toplanması qaydasına görə, baxın, bu nöqtədən vektor çəkirik. Bu vektoru uzadacam. Gedib artıq hardan çıxsa, demək ki, bizim qayığımız
həmin nöqtədən çıxmış olacaq. Baxın bu nöqtədən, deyək ki, bura A nöqtəsi. Gəlib A nöqtəsindən qarşı tərəfə çıxmış olacaq. Sizi çayın eni istiqamətində aparan Y üzrə sürətdir. Sizi çayın axını istiqamətində aparan isə bir çayın sürətidir, bir də qayığın X üzrə sürətidir. Mən də X üzrə sürəti çəkmədim. O istəyirsə onu da çəkim. Bu da olsun X oxu üzrə sürət. Yəni sizi belə deyək, sağ tərəfə aparan, X oxu üzrə aparan, sizin X üzrə proyeksiyanız üstə gələk, çay. Sizi çayın eni istiqamətində aparan isə sürətin Y üzrə proyeksiyası olacaqdır. Keçək qatar tunel məsələlərinə. Mən indi burada tunel çəkməyə çalışdım. Artıq nə qədər oxşuyursa, bu da olsun bizim qatarımız. Qatarın uzunluğu olsun. Qatarın uzunluğu olsun 150 metr. Tunelin də uzunluğu olsun, məsələn 400 metr. Deyir ki, bizə qatar tuneli tamamilə tərk etdikdə o deməkdir ki, yəni ki, qatar baxın bu vəziyyətdə olacaq. Qatar tuneli tamamilə tərk etdikdə dedikdə bu nəzərdə tutulur. Nə qədər yol getmiş olar? Burada nə edirsiniz? Ya qatarın ön nöqtəsini götürün, ya da arxa nöqtəsini. Mən indi ön nöqtəsini götürürəm. Başlanğıcda qatarın ön nöqtəsini götürmüşəm. Qatar tuneli tamamilə tərk etdikdə yenə də ön nöqtəsini götürürəm. Və bu iki nöqtə arasındakı məsafəni tapıram. Bu iki nöqtə arasındakı məsafə olacaq tunelin uzunluğu, üstə gələk qatarın öz uzunluğu. Tunelin uzunluğu 400 metr, qatarın öz uzunluğu isə 150 metr. Demək ki, bu qatar tuneli tamamilə tərk etmək üçün nə qədər yol getmiş olur? 550 metr yol getmiş olur. Gəlin belə bir məsələyə baxaq. 7-9 Abdullayevin məsələlər kitabındandır. Deməli, 2 dənə qatar var. A qatarı və B qatarı. Hər birinin uzunluğu L-dir. A qatarının sürəti 10 metr saniyədir. B qatarının sürəti də 15 metr saniyədir. Deyir, B qatarı A qatarının yanından 1 dəqiqəyə ötüb keçirsə, qatarların L uzunluğu nə qədərdir? T bərabərdir 1 dəqiqə. Fikir verin. Sürətlərin yanında nə yazılıb? Saniyə. Amma zamanı 1 dəqiqə verib. Bunu çevirirsiniz saniyəyə. 60 saniyə. Bunu saxlayaq burada. İndi B qatarının yenə də, baxın, başlanğıc nöqtəsini götürürəm. B qatarı A qatarını tamamilə keçmək üçün, baxın, bu vəziyyətə gəlməlidir. B qatarı tamamilə A qatarını keçdi. İndi B qatarının başlanğıc nöqtəsi haradır? Baxın, burada. İndi mən yenə də bu iki nöqtə arasındakı məsafəni tapıram. A qatarının da uzunluğu L, B qatarının da uzunluğu L. Deməli, aradakı məsafə nə qədərdir? 2. B qatarı A qatarını keçmək üçün 2L qədər zaman sərf etmişdir. Hər ikisi eyni istiqamətdə hərəkət edir. Biz burada B-nin A-ya görə nisbi sürətini tapsaq, nə edəcəyik? B-dən V-yanı çıxacaq. 15 çıxılsın 10 bərabərdir 5 metr bölünsün saniyə. Zamanı da tapmaq üçün zamanı verib bizə. Qatarların uzunluğunu istəyir. 2L bərabərdir V vurulsun T-yə. Yəni 2L bərabərdir. V-ni 5 tapdıq. T-miz də 60'dır. 2L bərabərdir 300 isə L bərabərdir 150 metr olacaq. Demək ki, həm A qatarının, həm də B qatarının uzunluğu nə qədər imiş? 150 metr imiş.